Marketing tədqiqatı, müəssisələrin bugünkü rəqabətli bazarda inkişaf etməsi üçün vacib bir vasitədir. Bu, müştərilər, rəqiblər və bazar trendləri haqqında məlumat toplamağı, təhlil etməyi və şərh etməyi əhatə edir. Bu məlumat qızıl kimidir. Şirkətlərə məqsədlərinə çatmaq üçün məlumatlı qərarlar verməyə kömək edir. Müştəri ehtiyaclarını və ya üstünlüklərini anlamadan yeni bir məhsul təqdim edən bir şirkət təsəvvür edin. Məhsul uğursuz ola bilər və bu da şirkət üçün maliyyə itkisinə səbəb ola bilər. Marketing tədqiqatı dəyərli məlumatlar verərək bu cür ssenarilərin qarşısını almağa kömək edir. Müştəri üstünlüklərini anlamaqla şirkətlər məhsul və xidmətlərini müəyyən ehtiyacları ödəmək üçün uyğunlaşdıra bilərlər. Bu, müştəri məmnuniyyətinin, sədaqətinin və nəticədə biznesin böyüməsinə gətirib çıxarır. Marketing tədqiqatı hamıya eyni yanaşma deyil. Hər biri müəyyən bir məqsədə xidmət edən müxtəlif növləri əhatə edir. Bazar segmentləşdirmə tədqiqatı bazarı oxşar xüsusiyyətlərə malik fərqli qruplara bölür. Bu, şirkətlərə marketing səylərini effektiv şəkildə hədəfləməyə kömək edir. Məhsul tədqiqatı müəyyən məhsul və ya xidmətlərlə əlaqəli müştəri ehtiyaclarını və üstünlüklərini anlamağa yönəlmişdir. Bu məlumat məhsulun inkişafı və təkmilləşdirilməsi üçün çox vacibdir. Qiymət tədqiqatı müştərilərin qiymət dəyişikliklərinə həssaslığını təhlil edir və şirkətlərə optimal qiymətlər təyin etməyə imkan verir. Marketing tədqiqatının əsas məqsədi riski minimuma endirmək və uğur şanslarını maksimum dərəcədə artırmaqdır. Bazarı və müştəri davranışını anlamaqla, şirkətlər məhsulun inkişafı, qiymətləndirmə, paylama və təşviq haqqında məlumatlı qərarlar verə bilərlər. Marketing tədqiqatı şirkətlərə bazar mənzərəsini anlamağa kömək etməkdə çox vacib rol oynayır. Sorğular, fokus qrupları keçirmək və bazar məlumatlarını təhlil etməklə, şirkətlər müştəri davranışı, bazar trendləri və rəqiblərin fəaliyyəti barədə dəyərli məlumatlar əldə edə bilərlər. Müştəri ehtiyaclarını və üstünlüklərini anlamaq hər hansı bir biznes üçün vacibdir. Marketing tədqiqatı, ödənilməmiş ehtiyacları, məhsul xüsusiyyətlərinə, üstünlükləri və alış motivasiyalarını müəyyən etməyə kömək edir. Bu məlumat məhsulun inkişafı və marketing kampaniyaları üçün əvəzsizdir. Bundan əlavə, marketing tədqiqatı şirkətlərə rəqiblərin fəaliyyətlərini, məsələn, yeni məhsul buraxılışlarını, qiymət strategiyasını və marketing kampaniyalarını izləməyə kömək edir. Bu, şirkətlərə irəlidə qalmağa və strategiyalarını müvafiq olaraq uyğunlaşdırmağa imkan verir. Effektiv marketing tədqiqatının aparılması sistemli bir prosesi əhatə edir. Bu, tədqiqat məqsədlərini müəyyənləşdirmək və xüsusi tədqiqat sualları formalaşdırmaqla başlayır. Növbəti addım, müvafiq məlumat toplama metodlarını seçməyi də əhatə edən tədqiqat metodologiyasını tərtib etməkdir. Məlumat toplama metodları sorğulardan və müsahibələrdən tutmuş fokus qruplarına və müşahidə tədqiqatlarına qədər dəyişə bilər. Məlumatlar toplandıqdan sonra nümunələri müəyyən etmək və mənalı nəticələr çıxarmaq üçün statistik üsullardan istifadə edərək təhlil edilməlidir. Nəhayət, tədqiqat nəticələri aydın və qısa şəkildə şərh olunur və təqdim olunur. Bu məlumat daha sonra məlumatlı biznes qərarları vermək üçün istifadə olunur. Marketing informasiya sistemləri bu məlumatları saxlamaq, təşkil etmək və təhlil etməkdə, qərar qəbul etmək üçün asanlıqla əldə etməkdə mühüm rol oynayır.